Salam əziz abituriyentlər, biz bugün sizinlə artikl mövzusu üzərindən davam edirik. Deməli, bunu qeyd edək ki, sifətin üstünlük dərəcəsində bizə Z artiklı lazımdır. Yer adları ilə isə Z artiklı istifadə olunmur. Buna əsasən elə birinci sualda Avstraliya yer adıdırsa, biz Z artiklları olan variantları silməliyik. Ondan sonra ikinci tərəfdə də smallest, S-də görə bizə Z lazımdır. Cavab B variantı. İkinci sualda yer adına əsasən ikinci tərəf Z olanları gedir. Birinci tərəfdə parks cəmi olduğu üçün artikl istifadə olunmaz. Cavab C variantı. Sual 3. Germany yenə yer adıdır. Biz burada yenə Z artikllarını yaza bilmirik. E də gedir. Ondan sonra əgər ölkə adı təkcə gəlirsə heç nə yazılmır. Amma United Kingdom kimi, USA kimi birləşmiş ölkələrdə Z artiklı istifadə olunur. Ona görə D variantı. Dördüncü sualda dediyimizə əsasən United States sözünə görə Z artiklı istifadə olunmalıdır. Burada isə heç bir şey olmayacaq. Ona görə də nə olur? Birinci tərəf Z, ikinci tərəf boş Y variantı. Beşinci sualda in Japan. Söhbət ölkədən gedir. Yenə boş saxlamaq lazımdır. İkinci tərəfdə isə dillərin istifadə olunması qaydası budur ki, əgər mən deyirəm ki, tutaq ki, I speak English language. Language sözünü demişəmsə orada Z deməliyim. I speak the English language. Amma I speak English deyəndə sadəcə saxlayıram. Niyə language sözü yoxdur deyə. İndi burada da Japanese sözünü veriblər, language yanında yoxdur. Yəni ikinci tərəfdə boş saxlamaq lazımdır. Y variantı. 6-cı sualda months traveling. Europe. Burada yenə Europe boşdursa, boş saxlamalıyam. İkinci tərəfi bu iki variantdan biridir. Traveling sayıla bilən tək isim olduğu üçün E ilə verilir. Cavab Y variantı. 7-ci sualda most iki cür işlənir. Biri özündən sonra isim, biri də özündən sonra sifətlərlə istifadə olunur. Mostdan sonra isim gəlirsə, artikl yazılmır, əksəri mənasını verir. Mostdan sonra sifət gəlirsə, Z artiklı yazılır. Daha çox, ən çox mənasını ifadə edir, ən çox. Ona görə də mostdan sonra people var deyə boş saxlayıram. İkinci tərəfdə favorite sözünə görə Z yazıram. Yəni olur A variantı. 8-ci sualda mostdan sonra sifət var, Z yazıram. İkinci tərəfdə də nə olur? Z olur. Niyə? Çünki müəyyəndir. Müəyyənlik artikldır. 9-cu sualda Bakının əvvəlini boş saxlayıram. Sonrasını E yazıram. Niyə? City sayıla bilən tək isimdir. 10-cu sualda su hövzələri, çayları, göllər, şəlalələr. Bunlar Z ilə istifadə olunur. Birinci tərəfi Z yazıram. İkinci tərəfi riverə görə sayıla bilən tək isim E yazıram. Yox. Z, E. A variantı. 11-ci sualda yenə çay adını Z ilə yazıram. Bu tərəfi boş saxlayıram. Olur. C variantı. 12-ci sualda nice fiil sayıla bilən tək isim E artiklı yazıram. Burada Qafqaz dağları cəm şəkildə Z yazıram. Dağlar əgər tək şəkildə gəlirsə, zirvə kimi gəlirsə, bu zaman boş saxlamaq lazımdır. Amma silsilə şəklində cəm məna ifadə edirsə, Z artiklından istifadə olunur. Okean adları hər biri Z artiklından istifadə olunur. Ona görə birinci tərəfi Z verirəm. İkinci tərəfdə isə type sözü cəmdə olduğu üçün E yazılmaz. Cavab B variantı. 14-cü sualda England ölkə adı da boş saxlayıram. Z olmaz. İkinci tərəfdə də yox, Z olmaz. İkinci tərəfdə də English sözünün ya da language sözü yoxdur deyə yenə boş saxlayacağım A variantı. 15-ci sualda Asiyaya görə qitələrdir. Bunlar da yenə Z artiklından istifadə olunmurlar. Gedir bu variantlarımız. İkinci tərəfdə Europe yenə boş olur. A variantı. 16-cı sualda Fransız, Paris'dir. Buna da yer adlı ifadə etdiyi üçün yenə hər biri boş olacaq. Y variantı. 17-ci sualda deməli, sifətin üstünlük dərəcəsində est, highest olacaq. Z artiklı burada boş olacaq. B variantı. 18-ci sualda yenə yer adı da boş olacaq. A large city. City sözü sayıla bilən tək isim olduğu üçün E artiklından istifadə olunur. A variantı. 19-cu sualda I saw an elephant. Mən bir fil gördüm zooparkda. An elephant Z. 20-ci sualda yeganə varlığı olan sözlər ki var. Məsələn, aydır, səmadır, kainatdır. Bunlar dünyadır. Bunlar Z artiklından istifadə olunur. Məsələn, moon, ay sözü Z ilə olacaq. Earth-dəki yenə Z ilə olacaq. Cavab C variantı. 21-ci sualda çaylar, göllər, şəlalələr bunlar Z ilə istifadə olunurdu deyə Nil sözünə görə Z verirəm. Sifətin üstünlük dərəcəsinə görə də Z verirəm. Olur C variantı. Richest, est var burada. Sifətin üstünlük dərəcəsi Z olur. World, dünya yeganə varlığı olan sözlər sırasına daxildir. Yenə Z olur. D variantı. 23-cü sualda David, əgər ad təkdə gəlibsə,
bu zaman adın qarşısına Z artiklı yazmaq olmaz. Yox, əgər məsələn 25-ci sualdakı Smithslər kimi, 26-da Brownslar kimi gəlsəydi, bu zaman biz orada Z-ni verərdik. Niyə? Ad əgər cəmdə gələrsə, bu nəsli ifadə edir. Bu zaman da Z artiklı istifadə olunur. Ona görə də 23-cü sualda təkdir deyə Z artiklı yazmaq olmaz. B də gedər, D də gedər. İkinci tərəfdə cəhətlər var. Cəhətlər isə 3 formada istifadə olunur. Biri of ilə gələndə bu zaman Z yazılır. Biri təkcə gələndə, özü cəhət tək gələndə yenə Z yazılır. Amma ofsuz ölkəyə birləşəndə bu zaman Z yazılmaz. Burada of var deyə biz 2-yə Z yaza bilərik. Burada da United Kingdom var. Birləşmiş ölkədə yenə Z yazılır. Birinci boş, ikinciləri ZZ olan A variantı. 24 okean adıdır, Z ilə yazılır. Sifətin üstünlük dərəcəsi də Z ilə yazılır. Yeganə varlıq olan da Z ilə yazılır. C variantı. Addır, cəm halda gəlibdir, Z ilə yazılır. Yer adıdır, boş saxlanılır. Addır, cəm halda gəlib Z yazılır. Yer adıdır, boş saxlanılır. Dağlar, əgər tək halda gəlirsə, Everest kimi məsələn Z-siz, Himalayas kimi cəm halda gələrsə Z ilə yazılır. Highest-dəki sifətin üstünlük dərəcəsi də yenə Z artiklı istifadə olunmalıdır. Z. No, Z boş olur B variantı. Qafqaz dağları yenə cəm haldadır. Bu dəniz adları isə yenə Z artiklından istifadə olunur. Olur A variantı.